Heç Qur'an-ı Kərim oxuyarkən ağlamısınız? Əgər ağlamamısınızsa, mütləq bir dəfə bunu yaşayın. Bilirsiniz, məncə Qur'an-ı Kərim Allahın bizə yazdığı bir eşq kitabıdır. Quranda Allahın insana olan dərin və yandırıcı sevgisini görmək mümkündür. Qur'an-ı Kərimin hər bir sözü, hər bir ayəsi Allahın insana olan sevgisi ilə doludur. Heç bu prizmadan Qur'ana baxmısınız? Bəlkə bəziləri deyə bilər, bəs Quranda bu qədər əzab ayələri nədir? Əslində, məhz həmin əzab ayələri Allahın insana olan sevgisinin əsas nişanəsidir. Bir ana, övladının atəşə doğru getdiyini görəndə nə edir? Bir qışqırıq salır. Uşaq qorxur və dönüb anasına baxır, elədirmi? O ananın qışqırığı onun mərhəmətinin göstəricisi deyilmi? Onun övladına olan sonsuz sevgisinin nişanəsi deyilmi? Qurandakı əzab ayələri də məhz ananın çəkdiyi o qışqırığa bənzəyir.